İranın ali rəhbəri Əli Xameneyi Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün Amerika Birləşmiş Ştatları ilə aparılan danışıqların effektivliyinə şübhə etdiyini bildirib. Xameneyi ABŞ prezidenti Donald Trump'ın İrana uranı zənginləşdirməyə imkan verməyəcəkləri ilə bağlı bəyanatına olan münasibətini də açıqlayıb. Tehranın nüvə proqramı ilə bağlı Amerika Birləşmiş Ştatları və İran arasında Omanın vasitəçiliyi ilə keçirilən danışıqlara dair münasibətini bildirən İranın ali rəhbəri Ayətullah Əli Xameneyi həm sabiq prezident İbrahim Rəisi dövründə, həm də indi vasitəçilər tərəfindən aparılan danışıqların nəticəsiz qaldığını və bundan sonra da nəticə verəcəyini düşünmədiklərini deyib. Onun sözlərinə görə İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb etmək böyük səhvdir. Vaşinqtonun İrana uranı zənginləşdirməyə imkan verməyəcəkləri ilə bağlı bəyanatları qəbul edilməzdir. Bizə heç kimin icazəsi lazım deyil. Qeyd edək ki, daha əvvəl İranın Xarici İşlər Nazirliyi də öz növbəsində sanksiyaların aradan qaldırılacağı təqdirdə uranın zənginləşdirilməsinin həcmi və səviyyəsinin məhdudlaşdırılması ilə bağlı Birləşmiş Ştatlarla müzakirələrə hazır olduqlarını, lakin nüvə proqramını dayandırmayacaqlarını bəyan edib. Rövşən Əliyev, Space xəbər.